Salam aleykum, hörmətli izləyicilər və təsərrüfat sahibləri. Bugün mən sizə 2026-cı ilin tam real, bugünkü bahalaşmış bazar qiymətləri ilə 100 baş qapalı qoyunçuluğun biznes planını təqdim edirəm. Görək təmiz qala və ya qaradalaq qoyunu tövlədə saxlayanda xeyir qalır, yoxsa yox. İndi isə kanalımıza abunə olun və başlayaq. Deməli dostlar, qapalı, yəni tövlə şəraitində sıradan qoyun saxlamaq olmaz. Bizə yerli və dözümlü, döl faizi yüksək olan təmiz, məsələn, qala və ya qaradolaq və yaxud da bildiyiniz cins qoyunları lazımdır. Hansı ki məhsuldar olsun və çeki yığan heyvan olsun. Məsələn, bugün heyvan bazarında və təsərrüfatlarda yaxşı cins ana qoyunun qiyməti mən minimumdan hesablayıram 400-500 manatdan başlaya bilər. Yaxşısı isə daha yuxarı qiymətli ola bilir. İndi gəlin hesablamaq üçün bir baş qoyunu orta hesablayaq, 450 manatdan götürsək, 100 baş belə cins qoyun və qoçları almaq üçün bizə ilkin olaraq ən azı 46.000 manat təkcə heyvan sərmayəsi lazımdır. Əlbəttə ki, ilkin xərc böyük görsənə bilər. Keçək yemin qiymətinə. Heyvan otlağa çıxmadığı üçün 365 gün tövlədə pulla alınan yemi yeyir. İntensiv bəslənən ana qoyun il ərzində orta hesabla 130 manatlıq yonca, quru ot və döl südlük dövründə təxminən 90 manatlıq arpa, kəpək qarışığı yeyir. Baytar və dərman xərclərini də əlavə etsək, bugün Azərbaycanda bir ana qoyunu qapalı şəraitdə bir illik saxlama xərci minimum 240 manatdır. 100 baş qoyun üçün bu ildə 24.000 manat sırf yem xərcləri deməkdir. Yaxşı, bəs bu qədər böyük xərclərin qarşısında gəlirimiz nə olacaq? Gəlin bunu hesablayaq. Əlhamdülillah şükür ki, yəni heyvan bu günləri indi balans var, ətin də qiyməti qalxıb. 100 ana qoyundan məsələn ildə orta hesabla 130 quzu alırıq. Bu quzuları məsələn 4-5 ay intensiv yemləyib diri çəkidə 45 kiloqrama çatdırırıq. Hazırda Bakıda və ətraf rayonlarda belə yaxşı quzuların diri çəkisinin satışı 9 manatla 10 manat arasında dəyişir. Gəlin ortalama 9 manat 50 qəpikdən hesablayaq. Məsələn, 45 kiloqramlıq bir quzunun diri satışı bizə 427 manat gəlir gətirir. 130 quzunun satışından ümumi gəlirimiz 130 buranda 427-yə bu 55.510 manat edir. Ana qoyunların südündən və pendirindən də istifadə edə bilirsiniz, yəni satışını edə bilirsiniz. Bu da ildə təxminən əlavə 3500 manat qazandıra bilər. Toplam illik gəlirimiz məsələn 59.010 qəpik belə hesablayaq. İndi isə xərcləri çıxıb təmiz mənfəəti hesablayacağıq. Qoyunların bir illik yemi 24.000 azın, quzuların satılana qədər yediyi yem xərci 8.000 azın ümumi illik xərcimiz, 32.000 azın təmiz mənfəət. 59.010 qəpikdən çıxırsan 32.000 bərabərdir 27.010 qəpik. Bunu 12 aya bölsək, ayda orta hesabla təxminən 2250 manat təmiz qazanc qalır. İndi yekunu qərar verək ki, qapalı qoyunçuluq sərf edirmi, yoxsa eləmir? Bəli, əgər əlinizdə ilkin 46.000 manat sərmayeniz varsa və təmiz qala Qarabağ cinsini saxlayıb quzuları diri çəki ilə baha sata bilirsinizsə, bu iş ayda 2250 manat təmiz gəlirə çevrilə bilər. Amma nəzərə alaq ki, sizin yaxşı damazlıq quzularınız da olacaq, onları daha baha sata biləcəksiniz. Onları da nəzərə alın. Amma yemi məsəl üçün özünüz əksəniz, qazanc 2 qat da arta bilər. İndi siz də şərhlərdə yaza bilərsiniz öz fikirlərinizi. Mən yuxarıdakı hesablamaq üçün hər 100 qoyundan ildə 130 quzu alınması nəzərdə tutmuşdum. Yəni qoyunların çoxu ildə bir quzu verir.
təxminən hesablasaq 30% isə əkiz doğur. Azərbaycanda təmiz qala və Qarabağ cinsləri üçün bu çox real və təbii bir göstərici ola bilər. Amma yenə də fərqlənə bilər. Amma gəlin indi məsəl üçün daha da maraqlı videonu belə deyək də, indi sizin üçün də daha maraqlı olsun. Məsələn, indi isə mən sizə heyvandarlıqda qazancın başqa nöqtəsinə də yəni toxunacağam. Məsələn, bayaq 100 qoyundan 130 quzu hesablamışdım. İndi bəs əgər sizin qoyunlarınız əkiz doğsa, ildə cəmi əkiz doğmasa, ildə cəmi bir quzu versə və ya əksinə əkizləmə faizi çox yüksək olsa, gəlirimiz necə dəyişə bilər? Gəlin iki variantı da hesablayaq ki, gözünüzün qabağında real mənzərə olsun. Birinci variant, qoyunlar ildə bir quzu versə, 100% tək doğuş. Əgər 100 ana qoyundan ildə cəmi 100 quzu alsanız, indiki 9 manat 50 qəpik eləyəcək diri çəkiləri ilə. Hər quzu 427 azayın. Ümumi quzu satışın 42.700 manat edəcək. Süd və pendir gəliri də hesablasaq 46.000 manat ola bilər. Ümumi illik xərcimiz ana qoyunların və 100 quzunun yemi təxminən 30.000 azayın, təmiz mənfəət 46.200, çıxanda 30.000, 16.200 manat edir. Aylıq qazanc təxminən 1350 manat görürsünüz də, yəni belə gəlib çıxır. Gördüyünüz kimi qoyunlar ancaq tək doğanda aylıq qazanc 2250 manat, 1350 manata kimi düşə bilər. Yəni yemi pulla alan adam üçün tək doğuş da belə yəni olsa sərf eləyər. Böyük qazanc da gətirməsə, indi kiməsə ola bilsin bu sərf eləsin. Əkizləmə çox olsa, məsələn 100 qoyuna 160 quzu, baxın qapalı qoyunçuluğun əsl qazancı buradadır. Əgər siz qoyunları döl ərəfəsində düzgün vitaminlərlə bəsləsəz və ya əkizləməyə meyilli cinslər saxlasanız, qoyunlar rahatlıqla 160 quzu ala bilərsiniz. Bu zaman 160 quzunun diri satışı bizə 68.320 manat gətirir. Süd gəliri ilə birlikdə ümumi gəlir 71.820 manat olur. Xərclər quzuların sayı artdığı üçün quzu yemi biraz çoxalır. Təxminən 34.000 azayın, təmiz mənfəət 71.820-dən çıxanda 34.000 bərabərdir 37.820 azayın manat. Aylıq qazanc düz 3.150 manat. İndi baxın dostlar, xərc demək olar ki eyni qalır. Ana qoyun yenə eyni yemi yeyə bilər. Amma doğulan quzunun sayı artdığı üçün aylıq gəlirimiz 1350 manatdan 3150 manata kimi qalxa bilir. Deməli, bugünkü gündə hazırda balans olduğu üçün qapalı şəraitdə qoyun saxlayan adamın yəni sərf eləyir və xüsusən əkizləmə olarsa, bu sizin daha da artıq qazancınız deməkdir. Bu qədər. İstədim bugünkü gündə 2026-cı ilin biznes planı, qapalı qoyunçuluq haqqında da çəkiliş edəm. Mənim digər çəkilişlərim də olub, kanalda baxa bilərsiniz. Hazırda mən bugünkü gündən hesab apardım və belə bir nəticəyə gəldim. Buyura bilərsiniz, siz də şərhlərdə əgər kimsə qapalı qoyunçuluq saxlayırsa, təcrübəsi ilə bölüşə bilər, bizə xoş olar. Bu qədər. Kanalımıza abunə olmağı unutmayın. Assalamu aleykum əziz kanalımız izləyiciləri.